Alyona 5'də nələr qoyacaqsınız? Bir dənə onu deyin. Əvvəldən bizə anons vermişdiniz ki, bəli, Əlin Ağayev zat müəyyən özünüz barədə Alyona 4 zəif olacaq. Biz də düşünmüşdük ki, ayın 13-ü məhkəmələr gəlir. Yəqin ki, bura geri addım atacaq, bir Mehman da geri addım atacaq, bir zəifləyəcək. Amma tam əksi oldu. Alyona 5'də nə olacaq? Konkret. Buyurun. Alyona 5'də mən çox çalışıram ki, Alyona 5'də biz onun keçmiş həyat yoldaşı ilə və nişanlısı ilə müsahibə edək. Onun deyəcəkləri sözlər var, onun tələbləri var. Alyona onlara pul atıb, Alyona onların haqqını yeyib və Odessadan qaçıb. Odessada onu axtarırlar. Odessada biz bir striptiz klubun yiyəsini tapmışıq. O da müsahibəyə razıdır. Alyona Əliyeva, deməli, bax, İlham Əliyev bizə nə deyir? Ay nə bilim, bunlar vətən xainidir, dələduzdur. Ay nə bilim, bunlar pula görə hər şey eləyərlər. Alyona Əliyeva Odessada hər kəsə atıb, nişanlısına atıb, ərinə atıb, qohumlarına atıb, məhəllədə market var. Məhlədəki marketə nə qədər borcu var, onu atıb. Borcu da verə-verə ödəyirdi bu. Sənə deyim. Verə-verə ödəyirdi, axırda qaçıb. Və biz bu adamları... Əsliliyə gəlib də Ataşik İlham Əliyev ailəsinə Ataşik gəlib. Gəlin otura çəkər də. Doğru. İndi bu adamlar etiraz edir Odessada ki, vəziyyətimiz pisdir, bizim haqqımız bərpa olunsun. Alyona xanıma ola bilsin ki, müraciət yazacaqlar, bizə video çəkəcəklər və mənim efrimdə biz bunları araşdıracağıq. Amma bu təsadüfi adam olmayacaq. Bizdə şəkilləri var. Mən sübut istəyirəm ki, bəlkə sən əri deyirsən. Bu deyir ki, qardaş, mənim şəkilim var ondan. Yatağımda, ay nə bilim, öpüşən yerdə, əriyəm, bir yerdə tort kəsmişik, şamı üfürləmişik. Yəni, bu adamları biz, indi mən çox böyük ehtimal onlarla danışacağım, müsahibə eləyəcəm və ortaya qoyacağıq ki, Alyona Əliyeva həm də atıb, cəmaata atıb. İndi o cəmaat da deyir ki, bizim haqqımızı versin. Milyonlara əli çatır. Bizim haqqımızı Odessada vəziyyət pisdir. Vəziyyət pisdir. Nişanlısı deyib ki, biz nişanlananda mənim evim var idi. Odessada banka girov qoymuşduq. Alyonaya pul götürmüşdük. Alyona həmin pulla Fransaya gedib və qayıtmayıb. Bu da deyir ki, mənim də evimi götürüblər. Götürüm çöldə qalıb. Tumansız qalmışam. Heç olsa gəlsin evin pulunu versin, bankdan evi götürək. Biabırçılıq.